2025-ci ildə ən çox gözlənilən ən qorxulu 5 film. 5-ci yerdə Freddy'nin Pizza dükkanında Bir Gecə filminin ikinci hissəsidir. Bu filmin birinci hissəsi 2023-cü ildə çəkilmişdir. 4-cü yerdə Testere 11 filmidir. Bu filmdə də biz dahi bilim adamı John Kramer'in ölümcül tuzaqlarını görəcəyik. 3-cü yerdə isə dünyanın ən qorxulu filmlər listəsində olan və ən çox gözlənilən qorxu filmlərindən biri olan Korku Seansı 4 filmidir. Bu filmdə də biz Warner'lər ailəsinin ən ünlü araşdırmalarından birini izləyəcəyik. İkinci yerdə isə 28 yıl sonra filmidir. Bu film 28 gün sonra və 28 hafta sonra filminin davamıdır. Birinci yerdə isə təbii ki, biz cizgi film karakterləri ilə çəkilmiş qorxu filmlərini çox görmüşük və bu cizgi filmi qəhrəmanlarının yaxşı insan deyil, əksinə bir qatil kimi obraz verməkləri həqiqətən də filmə maraq qatır. Lakin düşünürəm ki, bu dəfəki çəkilmiş film daha maraqlı və daha orijinal bir şey çıxacaq. Belə ki, birinci yerdə Pinokyo parçalanmış filmidir. Biz bu filmdə psikopat bir qatilin çox güman ki, onun həyat hekayəsində görəcəyik. Maraqlı filmləri daha yaxşı keyfiyyətdə və daha rahat izləmək istəyirsinizsə, mənim Telegram kanalıma abunə olun və oradan filmləri rahat izləyə bilərsiniz.